milli komandadan bütün reallıqları qəbul edərək nə istədiyimizi bilməliyik. O plan olmalıdır ki, biz bu gün reallıqda nə edə bilərik və biz gələcəyi necə görürük. Bu gün Ayxan Abbasov qoyulub, mən düşünürəm ki, tam doğru qərardır. Nəyə görə doğru qərardır? Birincisi, bizdə o komandanın içində hər zaman vurğulayırlar ki, milli ruh yoxdur. Əlbəttə yox idi. Çünki futbolçuların özündə də bu yox idi. Yəni, məşqçi heyəti də, belə deyim də, legioner gəlməkdir, futbolçularla individual kommunikasiyada, yəni yanaşmada hiss olunurdu ki, problem yaşayırdı və o da meydançaya təsir edirdi ki, burada meydançada birlik yoxdur. Amma əvvəlki ilə indiki nisbətə baxanda görürük ki, burada kompaktlıq var, komanda müdafiəsi olsa belə var. Yəni, bunu İndi əlbəttə ki, Ayxan Abbasov da reallığı qəbul edib, rəqiblərimizi analiz edəndə görür ki, burada mən dominant futbol oynaya bilmərəm, hücum futbol oynaya bilmərəm, açıq futbol oynaya bilmərəm və qapımda əks halda ən azı 5-6 dənə qol görəcəm. Və kompakt müdafiə futbolu seçib, yəni bunu təkmilləşdirməyə çalışır.